Vəhy 2-ci fəsil. Efesdəki cəmiyyət. Efesdə olan cəmiyyətin mələyinə yaz. 7 ulduzu sağ əlində tutan, 7 qızıl çıraqdan arasında gəzən belə deyir. Sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən elədin. Sən dözümlü oldun. Mənim adım naminə tab gətirdin və yorulmadın. Amma səndən bir şikayətim var. Əvvəlki məhəbbətindən əl çəkmisən. Buna görə də hardan yıxıldığını yadına sal. Tövbə elə və əvvəl elədiyin işləri gör. Əks təqdirdə tövbə eləməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm. Amma yaxşı ki, sən Nikolaçların əməllərinə nifrət eləyirsən. Mən də onlara nifrət eləyirəm. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm. İzmirdəki cəmiyyət. İzmirdə olan cəmiyyətin mələyinə yaz. Birinci və sonuncu olan, ölüb yenidən dirilən belə deyir. Sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia eləyənlərin küfründən də xəbərdaram. Amma onlar yəhudi deyil, şeytan yığıncağıdır. Çəkəcəyin əzabdan heç qorxma. Bax, iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiz. Siz 10 gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da sadiq qal. Mən sənə həyat tacını verəcəyəm. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək. Bergamadakı cəmiyyət. Bergamada olan cəmiyyətin mələyinə yaz. 2 ağızlı iti qılıncı olan belə deyir. Gör harda, şeytanın taxtı olan yerdə yaşadığın halda, mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət eləyən, aranızda şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, mənə olan imanından imtina eləmədin. Amma səndən biraz şikayətim var. Aranızda Bilamın təliminə bağlı olanlar var. O balağı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa təhrik eləyib azdırsın. Eləcə də sənin içində Nikolaçların bu cür təliminə bağlı olanlar var. Buna görə də tövbə elə. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Qalib gələnə mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb. Bu adı da daşı alandan başqa heç kəs bilmir. Tiatiradakı cəmiyyət. Tiatirada olan cəmiyyətin mələyinə yaz. Gözləri odda alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah oğlu belə deyir. Sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram. Son işlərin də əvvəlkilərdən daha çoxdur. Amma səndən şikayətim var. Sən özünü Peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. Mən ona möhlət verdim ki, tövbə eləsin. Amma əxlaqsızlığından tövbə eləmək istəmir. Bax, onu xəstəlik yatağına salıram. Onunla zina eləyənlər birgə elədikləri əməllərdən tövbə eləməsələr, onları da böyük əziyyətə düçar eləyəcəyəm. Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm. Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul eləməyənlərə və şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm. Üstünüzə başqa bir yük qoymuram. Ancaq mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın. Qalib gələnə və mənim buyurduğum işlərə sonadək riayət eləyənə millətlər üzərində səlahiyyət verəcəyəm. Dəmir əsa ilə onlara ağalıq eləyəcək, saxsı qablar kimi onları çilik-çilik eləyəcək. Bunu atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir?